Salam olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. İnşallah, maşallah zikrimizdə davamlı olaq. Allahı zikr etmək çox gözəl bir şeydir ki, şükür Allaha ki, bu mənə də qismət olur. Kim Allaha qarşı gəlməkdən çəkinsə, Quranda Allahımız buyurur, Talaq surəsində ki, kim Allaha qarşı gəlməkdən çəkinsə, onu nə gözləyir? Allaha qarşı gəlmək ilk növbədə onun sözünü dinləməməkdir. Əgər bir adam Allahın kitabına yaxın durmayacaqsa, o kitabı açmayacaqsa, Peyğəmbərimizin davamçısı olmaq niyyətində, çabasında, çalışqanlığında, cəhdində olmayacaqsa, Peyğəmbərimizin davamçısı olmaq, yəni haqqı öyrənib, Quranı öyrənib, Qurana istinad edərək, yaşamağa cəhdlər edərək, haqqı, yəni Quranı yaymaq, ayələri zikr etmək, zikr əhlindən olmaq, namaz əhlindən olmaq. Cəhd etməyəcəksə, o adam Allaha qarşı gəlmiş olacaqdır. Allaha qarşı gəlməkdən kim çəkinsə, Talaq surəsində Allahımız 2-ci ayədə buyurur ki, kim Allaha qarşı gəlməkdən çəkinsə, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərir. Hər çətinlikdən bir çıxış yolu göstərir. Talaq surəsi 3-cü ayədə Allahımız buyurur ki, Allaha qarşı gəlməkdən çəkinən adama Allah heç ummadığı yerdən ruzilər verər. 4-cü ayədə buyurur ki, Allah ona işində asanlıq verir. Talaq 5-ci ayədə Allahımız buyurur ki, kim Allaha qarşı gəlməkdən çəkinsə, Allah onun günahlarını örtər, onu bağışlayar, Allah onun mükafatını artırar. Yenə də sevdiyim bir qutardım zikri, yəni kim Allaha qarşı gəlməkdən çəkinsə, bildik, yəni Allaha qarşı gəlmək şeytanlıqdır. İndi zikri qısa etdik bir yerdə, yəni dinləyənlər və mənim çox sevdiyim bir dua var. Onu yenə də edim. Allahım, ey gözəl Allahım, yalvarıram. Nemət verdiyində şükür də ver. Çətinlik verdiyində səbir də ver. Gözəllik verdiyində iffət də ver. İqtidar verdiyində bəsirət də ver. Bəla verdiyində iman da ver. Cəsarət verdiyində ağıl da ver. Qüvvət verdiyində insaf da ver. Çətinlik verdiyində səbir də ver. Və bir cümlədə var idi, görüm yadıma salıb edəcəm. Təvazö verdiyində Allahım, qurban olum, yalvarım, izzət də ver. Amin ya Rəbbil aləmin. Amin. Amin deməyəm. Allah'a unutmayaq, yaxşımı? Əlbəttə. Allahımız buyurur ki, hər kəs dinə əməl etdikdə, yəni Allahın sözlərinə itaat etdikdə, ilk növbədə yaxınlardan başlayaraq bildirsin. Mən də Allah'ı unutmayaq, yaxşımı? Deyərək öz yaxınlarıma ilk növbədə xitab edirəm. Allah ondan şeytandır. Mənim ailəmdən deyil. Bir şey də xatırladım. Nuh Peyğəmbərin gəmiyə minəndə, yəni o sel ki aparacaqdı, su basacaqdı hər yeri. O zaman Nuh Peyğəmbər oğluna deyir ki, oğlum gəl sən də min gəmiyə. O da kafir idi, atasından bir imanda deyildi deyə. Deyir ki, yox, mən bir dağa sığınaram, dağ məni qoruyar. O zaman sonra o minmir gəmiyə və oğlunu su boğur, öldürür. O zaman Nuh Peyğəmbər Allaha
xitab edir ki, Allahım, o mənim ailəmdən idi, yəni onu bağışla, ya onu qoru, nəsə bu mənada dua edir. Ancaq Allah Teala buyurur ki, o sənin ailəndən deyildi. Yəni bir də buyurur ki, ona görə dua eləmək sənə yaraşmaz. O da Peyğəmbər Nuh Peyğəmbər də Allahın salamı olsun deyir ki, Allahım, bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram, bağışla məni. Əgər sən məni bağışlamazsan, həqiqətən mən ziyana uğrayanlardan olaram. Bəli, demək, öz doğma balası da belə Allah Teala buyurur ki, Peyğəmbər ki, o sənin ailəndən deyildir. Bir ailədə, yəni oturub, bir evdə oturub, ana bala, ata bala, bacı qardaş olaraq yaşamaq, ər-arvad, bunlar o demək deyil ki, onlar ailədirlər. Başqa-başqa əqidədə olan adamlar, başqa-başqa insanlardır, başqa təfəkkürlü, yəni başqa cür insanlar da, bir-birinə zidd insanlardır. Ona görə də Allahımız Nuh Peyğəmbərə buyurur ki, o sənin ailəndən deyildi. Baxmayaraq ki, onun oğluydu. Hər kəsə aiddir bu. Peyğəmbərlər hər kəsə nümunə göstərilib. Yəni, onlardan qissələr, həyatlarından qissələr hər kəs üçün nümunədir. Mən də Quranı inşallah bütünlüklə özümü orada görməyə çalışıram və Quranı həyatımda görməyə çalışaraq yaşayacağım. İnşallah, amin. Sağ olun, inşallah, amin. Siz də deyin, sağ olun, mən də deyirəm, sağ olun.